nəfsi tərbiyə etməyin bir neçə yolu var. Əsas yollarından biri Allahı xatırlamaq, Allahı zikr eləmək, Allahı yada salmaqdır. Lap sadə dildə desək, Allahı başının üstündə görməkdir. Nəfs uşaq kimidir. Onu südə öyrəşdirsən, daim süd istəyər. Onu süddən ayırsan, ayrılar. Deməli, nəfsin idarəçiliyi əslində insanın öz əlindədir. Həzrət Əli əleyhissalamın sözünə əsasən. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Mənəvi dəyəri izləyirsiniz. Bugün maraqlı söhbətimiz olacaq, mövzumuz maraqlıdır. İctimai asayişin qorunmasında nəfsin rolu nədir? Bu barədə danışacağıq. Həm söhbətim Xırdalan Cümə Məscidinin imamı Elnur Əliyevdir. Salamlayıram Elnur müəllim, xoş gəlmisiniz. Salam. Təşəkkür edirəm. Elnur müəllim, çox maraqlı bir mövzudur həqiqətən də. İnsanların rahatlığının qorunması üçün, insanların asayişinin qorunması üçün, ümumiyyətlə ictimai asayişin qorunmasında nəfs nə qədər əhəmiyyətli bir rola malikdir. Biz indi siz toxunacaqsınız, təbii ki, Peyğəmbərimizdən də kifayət qədər Əhl-i Beytdən də hədislərimiz var. İnsanların rahatlığı ümdə bir məsələdir. İnsanların narahat etməmək. Yəni bu o qədər vacib bir məsələdir ki, ona görə də bu barədə danışmaq düşünürəm verilişdə tez-tez olmalıdır, tez-tez danışılmalı bir mövzudur bu. İnşallah buyurun, söz sizindir. Başlayın. Təşəkkür edirəm. Əvvəla sizin timsalınızda bütün 114 TV heyətini salamlayıram, bütün izləyicilərimizi salamlayıram və dəyər verib dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Çox sağ olun. Mövzu çox uyğun bir mövzudur. Bugün aktual olan mövzudur. İctimaiyyətdə asayişin qorunması hər bir şəxsin, hər bir vətəndaşın, hər bir fərdin borcudur. Ona görə ictimaiyyətdə bu asayişin qorunmasında bir çox həssas məsələlər var, bir çox diqqət olunacaq məsələlər var. Onlardan biri də nəfsdir. Ki, nəfs ictimai asayişin qorunmasında əslində mühüm bir rola, təsirə malikdir. Nəfsin ümumiyyətlə iki əsas yönü var, iki əsas istiqaməti var. Fərdi istiqaməti, bir də ictimai istiqaməti. İnsan öz nəfsinin həm fərdi istiqamətini nəzarətə götürməlidir, həm də ictimai istiqamətin. Öz fərdi istiqamətini nəzarətə götürməklə, nəfsini nəzarətə götürməklə insan özünü islah etməklə həm Allah qarşısında, həm cəmiyyət toplumu qarşısında hörmətli bir şəxsə çevrilə bilər və ictimai yönünü, nəfsin ictimai yönünü nəzarətə götürməklə insanlara zərər verməkdən özünü qoruya bilər. Əksinə onlara xeyri dəyə bilər. Ona görə çox mühüm amildir. Ümumiyyətlə, nəfs haqqında danışanda, nəfsin biz adətən üç növ ilə tanışırıq. Şimdi, nəfs-i əmmarə, nəfs-i ləvvavə, nəfs-i mütməinnə. Əslində, nəfsin növləri bu qədər deyil. Yəni, daha çoxdur, nəfsin növləri çoxdur, sadəcə olaraq biz üçünü məşhur olaraq tanıyırıq. Amma nəfsin növü nə qədər çox olsa da bizə tapşırılan, nəzarət olunması, nəzarətə götürülməsi tapşırılan nəfs-i əmmarədir. Nəfs-i əmmarə bildiyimiz kimi pisliklərə əmr edən nəfsdir və görəsən nəfs-i əmmarə əsas sual, əsas prinsip bundan ibarət. Görəsən nəfs-i əmmarə nə üçün pisliklər, nəfs ümumiyyətlə nə üçün pisliklərə əmr eləyir? Nəfsin pislikləri əmr etməsinə görkəmli alimimiz Məhəmməd Hüseyn Təbatabai münasibət bildirir. Bir çox səbəblər olur. Əsas səbəb üç səbəbdir. Qəzəb insanın nəfsinin pisliyə doğru sürükləyə bilər. Birinci səbəb qəzəbdir. Yəni insan qəzəblənərsə pislik etməyə çalışar. İnsan qəzəbli olduğu halda, hissli olduğu halda görsən pislik etmək istəyir. Nəsə əlindən bir səhv iş, cinayət, xəta çıxa bilər, pislik çıxa bilər. Yaxud buyurur, ikinci səbəb şəhvət. İnsanın şəhvəti baş qaldırarsa, görərsən gedib hansısa bir pis iş görə bilər. Yaxud da buyurur ki, insanın dünya arzuları onun pis işlər görməsinə səbəb ola bilər. Yəni, nəfsi dünya arzuları vasitəsilə ona pis işlər gördürə bilər. İnsan görsən uzun uzadı, tükənməz arzuların sahibi olan insan, hətta öz arzularına çatmaq üçün əgər o arzuların yolu pislikdən keçirsə, o pisliyə də əl atır ki, nə var ki, dünya arzusuna çatsın. Ona görə də insan əgər əsas bu üç nöqtəyə, üç xüsusiyyətə fikir versə, nəfsini qoruya bilər. Məsələn, qəzəbləndikdə öz qəzəbin deməli insan nəzarət altına götürməli ki, nəfsi ona pisliyi
əmr edib ona pis iş gördərə bilməsin. Yaxud insan təbii varlıqda, təbii istəyi olan şəhvət istəyi onda baş qaldırarsa, həmin an ayıq olmalı ki, bu şəhvət hissi mənə pisliyə doğru çəkməsin. Yaxud insan dünya arzusu, yaxud hər hansı bir arzusu var, tükənməz arzular var. Hər hansı bir arzusunu həyata keçirmək istəyəndə fikirləşməlidir ki, nəfsim burada məni aldada bilər və məni pisliyə sürükləyə bilər, gərək mən bu pisliyi eləməyim. Və bu xüsusiyyətlərə fikir verəndə insan nəfs-i əmmarənin, ona pislik edən pisliyi əmr eləyən, pisliyi tövsiyə edən işlərdən qoruna bilər, çəkinə bilər. Və nəfs-i ləvvamə dedik, ikinci növ nəfs-i ləvvamədir. Nəfs-i ləvvamənin mənası insanı danlayan nəfs. Əslində dedik ki, insana tapşırılan və pislənən nəfs insana pisliyi əmr eləyən nəfsdir. Yalnız bu tapşırılıb. Qalanlar isə əslində insanda onun olması zəruridir, labüddür və təriflənən nəfs adlanır. O ki, nəfs-i ləvvamə insan bir də görsən pis bir iş görəndə, özünə yaxud başqasına bir pislik eləyəndə, özündən bir ixtiyar, onda belə bir hiss yaranır ki, görəsən niyə mən bu pis işi gördüm? Özünü danlayır, qınayır və peşmançılıq çəkir. Əslində deyirlər ki, bu peşmançılıq hissini Allah Taala onda bu nəfsi, yəni nəfs-i ləvvaməni, özünü danlayan nəfsi onun iç dünyasında fitrətən qərar verib ki, bu vicdan hissi adlanır. İnsanların vicdan hissi tanıdığı bu hiss əslində nəfs-i ləvvamədir, özünü danlayan nəfsdir və nəhayət deyirlər ki, ümumiyyətlə nəfs-i ləvvamənin insanın nəfsinin təkamül yolunda mühüm rolu var, vacib bir rola malikdir ki, insan bu nəfs-i ləvvamənin vasitəsilə nəfsini tərbiyə eləyib, yüksək mərhələlərə çatdıra bilər, hətta gedib nəfs-i mütməinniyə də nail ola bilər. Nəfs-i mütməinnə nədir? Nəfs-i mütməinnə isə aramlıq tapmış nəfsə deyilir. Arxayınlığa çıxmış nəfs. Bu isə adətən insan öz üzərində daim çalışmaqla, nəfsin nəzarəti götürməklə Allahın övliyası səviyyəsinə çatarsa, ariflərdən olarsa, irfan mərhələlərini keçərsə, bəli, nəfs-i mütməinniyyət yetişər ki, bu artıq onda bir aramlıq yaradar və həmin nəfs-i mütməinniyyət çatmış şəxs həm özü üçün, həm ətrafındakılar üçün bir nemət sayılır, bir bəhrə yeri sayılır. Ona görə də biz fikirləşik, adətən sual verilir ki, biz nəfsimizi necə tərbiyə eləyək, bu mərhələlərdən necə keçək, gələk yüksək bir mərhələyə çataq ki, özümüz üçün də ətrafımızdakı insanlar üçün də xeyirli olaq. Burada alimlər cavab verirlər ki, nəfsi tərbiyə etməyin bir neçə yolu var. Əsas yollarından biri Allahı xatırlamaq, Allahı zikr eləmək, Allahı yada salmaqdır. Lap sadə dilləsə, Allahı başının üstündə görməkdir. Bütün işlərdə insan, bütün addımlarında, bütün fikirlərində Allahı yad eləyərsə, Allahı başı üstündə görərsə, o insan öz nəfsini istər-istəməz nəzarətə götürəcək və addımlarını Allahın bəyəndiyi və insanların razı qaldığı şəkildə, onları qane edəcək şəkildə idarə eləyə bilər. Ona görə də bir yolu dedik ki, Allahı zikr etməklə insan öz nəfsini nəzarətə götürə bilər. Başqa bir yol Həzrət Əli əleyhissalam buyurur ki, nəfs barəsində, ən-nəfsu kət-tifli. Nəfs uşaq kimidir. Onu südə öyrəşdirsən, daim süd istəyər. Onu süddən ayırsan, ayrılar. Deməli, nəfsin idarəçiliyi əslində insanın öz əlindədir. Həzrət Əli əleyhissalamın sözünə əsasən və başqa bir hədisində Həzrət buyurur, nəfslə mübarizəni zahidli ilə aparın. Nəfslə zahidli ilə mübarizə aparın və onu səbrlə tərbiyə edin. Yəni, nəfsin tərbiyə olunması bir an içində baş vermir. Onun üçün müəyyən zaman, müəyyən mərhələlər lazımdır və müəyyən müddət ehtiyac var. İnsan o mərhələlərdən keçdikcə səbirlə öz nəfsini tərbiyə etməklə nəfsdə təkamül mərhələsinə qədəm qoya bilər. Quran-Kərimin ayələrinə baxanda görür ki, insan nəfsinin həm fərdi istiqamətinin tərbiyəsi yönündə bizlərə yollar göstərir, həm də insan nəfsinin ictimai tərəfləri barəsində görsən bizə müəyyən yollar göstərilir, Allah Taala yollar təqdim edir. Əslində insan nəfsini əvvəldə dediyimiz kimi ona görə tərbiyə eləyir ki, həm özü üçün, həm cəmiyyət üçün xeyirli bir mənbəyə çevrilsin, xeyirli bir qaynağa çevrilsin, bəhrə mənbəyinə çevrilsin, insanlara xeyirxah bir insan olsun. Bəzən görsən cəmiyyətdə elə insanlar tapılır ki, görürsən cəmiyyətin huzurun pozur, cəmiyyətin rahatlığın, aramlığın aradan aparır.
Məsələn, görsən, din xadimləri adətən çalışırlar ki, bu cəmiyyətin vəhdətin, birliyi, mehribanlığın qorusunlar. İllərlə bunun üçün çalışırlar. Bir də görsən, kimsə məsələn hansısa bir vasitənin verilişmi, ya hansısa bir vasitə ilə görsən, cəmiyyətdə güclə əldə olunmuş bu mehribanlığa xələl gətirməyə çalışırlar. Əslində, təbii ki, əgər xalqın birliyin pozulan mövzulara toxunulursa, xalqın mehribanlığına xələl gətirən mövzular efirə çıxarılırsa, bu həmin şəxslərin özlərinin də bəlkə də bilmədən, bilərəkdən ya bilməyərəkdən yad ünsürlərə xidmət göstərməsi deməkdir. Və təbii ki, dövlətimiz, şükür Allah, nə yaxşı ki, dövlət var. Yəni, dövlət bu şeyləri öz nəzarətində saxlayıb və ümidimiz bundan ibarət ki, bu cür şəxslər inşallah vaxtında layiqli cavablarını alacaqlar. Adicə görsən, məsələn, xalqın hansısa bir görkəmli aliminin adını çəkirsən, tutalım hansısa bir xarici ölkədə yaşayıb, orada fəaliyyət göstərib, orada dünyasını dəyişib, görsən onun haqqında deyir ki, bu filan ölkədə yaşayıb. Məsələn, bayaq dediyi Əllamə Məhəmməd Hüseyn Təbətabai görsən, onun adını çəkirsən, deyir ki, o filan ölkədə yaşayıb, filan ölkənin nümayəndəsidir. Halbuki tam əksinə, insanlar adətən bir xalq görkəmli şəxsiyyətləri, bəzən görsən, heç özünə aid olmayanı çalışır öz adına çıxarsın ki, nə var nüfuzlu şəxsiyyətdir. Biz isə niyə görə öz xalqımızın nümayəndəsi, öz millətimizdən olan bir şəxsi başqa bir xalqın nümayəndəsi kimi, başqa bir dövlətin nümayəndəsi kimi təqdim. Məsələn, Azərbaycandan görün nə qədər alimlər vaxtı ikən keçmiş qədim zamanlarda Nəcəfdə fəaliyyət göstərildi, Nəcəf şəhəri, İraqın Nəcəf şəhərində və orada böyük nüfuza malik oldular öz dərslərinə, öz mənəviyyatlarına. Bu günə qədər də onlar Azərbaycanlı alimlər kimi qələmə verilir, xatırlanırlar, yad olunlar, hörmətlə, böyük bir qürurla, şəxsiyyətlə, şərafətlə. İndi yaxud başqa bir misal tutalım Lütfizadə. Allah rəhmət eləsin. Əsl adı Lütfi Rəhimoğlu Ələsgərzadədir və bu Amerikada süni intellekt sahəsində olan müəssisənin yeganə daimi professoru seçilib. Yeganə daimi professor və Azərbaycandakı, Amerikadakı Azərbaycan lobbisinin fəxri sədri olub. Bu adam nə var ki, indi Amerikada tutalım, fəaliyyət göstərib, orada dünyasını dəyişibsə, biz deməliyik ki, bu Amerikanlıdır. Yəni, insan öz qürurun, öz mənliyin qorumağa çalışmalıdır və öz xalqına məxsus, millətinə məxsus olan şəxsi özünə sərf eləməyəndə başqa millətə aid etməyə çalışmamalıdır. Öz dəyərlərimizə çalışıb sahib çıxaq və Allah Teala dedi ki, həm nəfsin fərdi şəkildə, həm də ictimai şəkildə hansı tərbiyələnməsinə bizə Quran-ı Kərimdən nümunələr göstərir. Mən istəyirdim onlardan birini sizlər üçün, əziz izləyicilərimiz üçün xatırladım. Allah Teala Rum surəsi 21-ci ayədə buyurur ki, Bismillahirrahmanirrahim və min ayatihi an xalaqə lakum min anfusikum azvaca. Allahın qüdrət nişanələrindən ki, sizin üçün özünüzdən olan zövcələr, həyat yoldaşları yaratdı. Nəfs sözü Quran-ı Kərimdə həm nəfs mənasında, həm öz mənasında işlənir. Özünüzdən, nəfsinizdən, yəni özünüzdə olan zövcələr, həyat yoldaşları yaratdı və bu ayə əslində insanın ictimai fəaliyyətini, insanın nəfsinin ictimai istiqamətini tərbiyələndirici mühüm ayələrdən biri sayılır. İnsanın Allah Teala həyat yoldaşları yaratmaqla, özlərindən olan, öz cinsindən olan həyat yoldaşı yaratmaqla ona nə bəxş eləyir? Ayənin davamında açıqlayır. Litəskunu ileyhə. Siz ondan aramlıq tapasınız. Deməli, insan nəfsi, nəfsi əmmarəsi ona müxtəlif pis işləri təlqin eləyəndə insan izdivac, qohumluq, məhəbbət, mərhəmət vasitəsilə həmin nəfsini aramlaşdıra bilər. Deməli, ailə cəmiyyətdə, toplumda insanların nəfslərinin aramlaşmasına və müxtəlif bir-birini tanımayan iki insanın birləşməsinə, o iki insan vasitəsilə onların qohumlarının da bir-birinə mehriban olmasına, nəticə etibarı toplumda bir mərhəmət hissinin yaranmasına səbəb olur və Allah Teala həmin ayədə iki əsas ünsürü qeyd edir ki, o onlara, o amillərə, o xüsusiyyətlərə nəzər salınarsa, diqqət yetirilərsə, bu mehribanlıq getdikcə bu bağlılıq daha da artar. Ki Allah Teala buyurur: "Və
cəalə beynəkum məvaddətən və rəhmətən. Məvaddətən, yəni məhəbbət, yəni əməli şəkildə göstərilən məhəbbət, və rəhmətən, mərhəmət, güzəşt. İnsan doğrudan da ailədəki o iki cütlük bir-birinə məhəbbətlə yanaşarlarsa və bir-birinə qarşılıqlı şəkildə öz sevgilərini, məhəbbətlərini əməli şəkildə göstərərlərsə və onların bir-birinə bağlılıqları getdikcə daha da artar. Və bu bağlılıq artanda təbii ki, onların qohumları da bir-birinə bağlı olur və bu qohumluq çərçivəsində cəmiyyətdə bir aramlıq yaranır, bir ünsi, gözəllik yaranır. Və buyurur ki, və rəhmətən və güzəşt. Bəzən görsən insan o məhəbbətin izharını hansısa bir səbəbdən əməli şəkildə göstərə bilmir. Onda da insan qarşı tərəfdən tələb olunan xüsusiyyət mərhəmətdir, güzəştdir ki, insan mərhəmətli olmalıdır. Allah Teala necə ki, Quran-Kərimin bir ayəsində buyurur ki, وَتَوَاسَوْ بِالْحَقِّ وَتَوَاسَوْ بِالْمَرْحَمَةِ. Nicat tapan insanlar o insanlardır ki, bir-birinə haqqı tövsiyə eləyərlər və mərhəmətli olmağı tövsiyə eləyərlər. Əslində, mərhəmətli olmağı tövsiyə eləyən şəxs birinci gərək özü mərhəmətli olsun. Yəni, insan həm özü mərhəmətli olmalıdır, həm də insanlara mərhəmətli olmağı tövsiyə eləməlidir ki, ictimaiyyətdə insanlar bir-birinə hörmətlə rəftar eləsinlər və belə olan təqdirdə insan, cəmiyyət, toplum vəhdət halında, mehriban halda yaşaya bilərlər və cəmiyyətdəki müxtəlif ünsürlərin yarada biləcəyi problemlərdən insan qurtula bilər. Elnur müəllim, ümumiyyətlə başqa nə yollar, hansı yollar var Quran-ı Kərim təqdim edir? Yəni nəfsin aramlığına, ümumiyyətlə bu nəfsi cilovlamaq üçün də nəfsi tutmasan fəsad törədəcək bu aləmdə, insanları narahat edəcək, özünə zülm edəcək. Amma digərləri də var axı. Özü ilə bərabər digər insanlara zülm etmə məsələsi var. Bu da hamı nəfsdən qaynaqlanır. Bu baxımdan hansı daha yollar tövsiyə olunur Quran-ı Kərimdə? Bəli, çox gözəl nöqtəyə toxundunuz. Həqiqətən cəmiyyət bugün bir də görsən uzun illərlə əldə olunmuş mehribanlığı, vəhdəti hansısa bir vasitə ilə görsən aradan aparmağa çalışılır. Təbii ki, bunlar keçərsizdir, bunlar baş tutmayacaq. Amma Quranın ayələrini üst tutanda biz bundan nicat yolları görürük. Əvvəla qeyd etdik ki, Həzrəti Əli əleyhissalam bu insanın nəfsi, yəni Əli əleyhissalamın sözünün mahiyyəti bundan verir. İnsan nəfsinin idarəçiliyi öz əlindədir. Hansı formada istəsə onu tərbiyə eləmək öz əlindədir. Quran-Kərimin ayəsində də Allah Teala nəfsin tərbiyəsi üçün bizə çıxış yolları, kömək yolları göstərir. Ənfal surəsi 24-cü ayədədir. Buyurur: "Ya eyyuhellezina amanu", ey iman gətirənlər, "İstəcibu lillahi və lirrasul". Allaha və peyğəmbərə cavab verin, onların dəvətinə cavab verin. İnsan Allah və peyğəmbərin dəvətinə nə üçün cavab verməlidir? Maraqlı sualdır və insan fikirləşir ki, görəsən mən niyə Allahın çağırışına cavab verməliyəm? Niyə peyğəmbərin çağırışına cavab verməliyəm? Və ayənin davamında Allah ona açılır. Limə yuhyikum. Çünki onların dəvəti sizi dirilməyinizə, qəlbinizin mənəviyyatın dirilməyinə səbəb olacaq. Nə var ki, Allahın və peyğəmbərin çağırışı insan nəfslərinin dirilməsinə xidmət göstərir. Allah ona görə insanları özünün və peyğəmbərinin dəvətinə cavab verməyə çağırır və buyurur ki: "Və ennəllaha və alamu ennəllaha", bilin ki, Allah Teala yahulu beynəl mər'i və qalbi. Allah insanla qəlbinin arasındadır. İnsanla qəlb. Biz bilirik ki, insanın əsas iki cövhərdən yaranır. İnsan bir zahiri maddi tərəfi var, bir də mənəvi tərəfi var. Qəlb deyəndə adətən mənəvi tərəf nəzərdə tutulur. Allah insanın cismi ilə onun mənəviyyatının arasında bir vasitədir. Bəzən görsən, insan imana tərəf üst tutanda, nə vaxt imana tərəf? Allahı başının üstündə görəndə, Allaha tərəf yönələndə insan imana çatır. Ona görə rəvayətlərimiz deyirlər ki, Allah insanla onun qəlbi arasındadır deyiləndə, əslində mömindirsə həmin şəxs, Allah Teala onun imanı ilə cisminin arasında bir vasitədir. Allaha insan, mömin insan Allaha tərəf üstdür. Allah onu imana, qəlbinin iman tərəfinə çatdırır. Amma əgər kafirdirsə, insan Allahı inkar edirsə, Allah ki ortada vasitədir, onun imanla əlaqəsini kəsir. İnsan sanki Allahı inkar etməklə, küfrlə, qəlbi ilə öz cismi arasındakı və düzgün istiqamətə yönələcək şəxsi varlığı inkar etməklə küfrə
qovuşmuş olur, küfrə tərəf getmiş olur. Ona görə Allah Teala bu ayələr vasitəsilə bizə sonda həmin ayənin sonunda buyurur ki, "Və ileyhi tuhşarun." Nə edirsə edin, bilin ki, sonda ona qaytarılacaqsınız, ona tərəf döndəriləcəksiniz. Yəni sonda cavab verəcəksiniz. Cavab verəcəksiniz, məsuliyyət daşıyırsınız, yəni başlı başına buraxılmamısınız. Ona görə nə gözəl olar ki, insan əgər Allaha qovuşacaqsa, cəmiyyətdə insanlara, xalqa, insanların birliyinə, vəhdətinə və mehribanlığına çalışmalıdır. Bu yolda da nəfsin daim nəzarətdə saxlamalıdır. Həqiqətən də insan bu dünyada ikən də hətta qanundan qaça bilmir. Bəziləri düşünür ki, hə mən bir neçə il bundan qabaq cinayət eləmişəm. Məsələmdə indi düzdür, o vicdan məsələsi var insanın daxilində, o narahat edir zaten. Əgər o cəzalanmasa da belə, bilinməsə, tutulmasa da belə, öz-özlüyündə o bir ömür narahatlıqda keçirir zaten, söz yox. Amma ola bilər düşünsün ki, bəli, mən yayındım, cinayətdən yayındım, yəni tutulmaqdan, həbsdən yayındım. Amma bir müddətdən görsən ki, 15-20 ildən sonra da hətta bəzən müəyyən cinayətlərin üstü açılır. Bu dünyada da qaçmaq mümkün deyil əslində. Qaçacaqsan, vicdan səni yaxalayacaq, rahat buraxmayacaq da bu öz yerində. Amma axirət mütləq də, axirətdə mütləq cəzalanacaq. Bunlar özü-özlüyündə o qədər əhəmiyyətli bir məsələdir insanın cilovlanması üçün. Yoxsa bu qorxu olmasaydı, bu qanun qorxusu, axirət qorxusu, bu məsələlər, cəhənnəm qorxusu olmasaydı insanların qarşısını almaq olardı mı? Bütün bir-birini didərdilər, bir-birinə cinayətlər daha çox olardı, daha şiddətli olardı. Baxın, hansı ölkədə ki, cərimələr çoxdur, məsələn, Avropada, Almaniyada xüsusən deyirlər təmizlikdir filandır, bu elə belə deyil də, kifayət qədər cərimə var. Adam fikirləşir ki, mən bir ayın maaşını ya 15 günün maaşını mən cəriməyə verincə onu eləməyim, yeri zibilləməyim də. Sonra deyirlər nə qəşəkdir, orada heç kim zibil yerə atmır. Halbuki bu qorxunun nəticəsindədir. Pul ödəməyin qorxusundan insanlar yığılıb da belə o çərçivəyə salınıb. Yəni bu dünya başdan ayağa, bu insana qorxu olmasa, deyir dindən qorxmaq, Allahdan qorxmaq lazım deyil falan. Bu insanlar unudurlar ki, Allahdan qorxmasa bu insanlar nə oyunlar çıxardarlar. Yəni insanların asayişini qoymazlar qalsın. Çox gözəl nöqtələrə toxundunuz. Mən sizə təşəkkür edirəm Elnur müəllim. Allah razı olsun. İlminizə Allah bərəkət versin. Əziz və möhtərəm izləyicilər, hər birinizi uca olan Allaha əmanət edirik. Növbəti həftə, gələn həftə inşallah xidmətinizdəyik. Sağ olun.